Cəmiyyətin pozulmasının ən böyük səbəbkarlarından biri elə qadınlardır. Həm islah olunması üçün səbəb qadındır. Həm də görürsən pozulanda da ən böyük səbəbkar kimlərdir? Qadınlar. Məsələ qadınlar maşallah oğullar doğur. Onlardan alimlər çıxır, mücahidlər çıxır. Düzüm elə oğullar var. Amma görürsən ki, elə qadın var ki, görürsən cəmiyyətdə ən asi qadındır. Fəsada uğranmasına səbəb kimdir qadın? Məsələn, Bənu İsrailin həlak olmasının səbəblərindən biri nə idi? Qadınlar hədisdə keçir. Düzdür? Görürsən, yəni bir cəmiyyətin pozulması üçün bir qadın kifayət edir. Məsələn, bugün Avropa müsəlman ölkələrini korlamaq üçün ən birinci səbəbi nədir, üsulu nədir? Müsəlmanların qadınları və uşaqları. Düzdür yoxsa yox? Ən böyük hədəflər olur ki, qoy qadın baş örtüyünü açsın. Onun ən böyük hədəfi bu. Deyir, belə eləsə biz artıq onlara qalib gəlmişik. Çünki sən işləsən, qadın evdədir. Ən çox uşağın tərbiyəsinə fikir verən kimdir? Demirəm, qadın həmişə çoxdur, yəni hər bir halda kişinin öz rolu var, qadın öz rolu. Amma görürsən, hardasa qadına daha çox yük düşür. Düzdür yoxsa yox? Yəni söhbət tək yedizdirmək, çizdirmək, paltar yumaqdan söhbət gedmir də. Uşağa tərbiyə vermək. Qadın salihə qadın olmasa, oturacaq uşaqları ilə seriala baxacaq, şou proqramlara baxacaq. Düzdür yoxsa yox? Uşaq korlandı. Sən bundan bir şey gözləmə. Bir şey gözləmə. Amma qadın salihə olarsa, ən birinci dərdi nə olacaq? Övladın qoy namazlarına fikir versin. Qoy Allahın dinindən nəsə öyrənsin. Bir ayə öyrənsin, bir hədis öyrənsin. Ona görə qadınlara dəyər vermək lazımdır. Bugün cəmiyyətimizdə belə bir həyat yoldaşın varsa, salihə, möminə, öz namusunu qoruyan, irzini qoruyan, iffətli qadınlar varsa, vallahi yenicəm kişilər gələk təşəkkür eləsinlər o qadınlara. Dəyər vermək, əlbəttə dəyər verməlisən. Həmçə, ey qadınlar, sənin evində salih bir kişi varsa, səni qoruyan, hifz edən, sənə ibadətində, imanda dəstək verən həyat yoldaşın varsa, sənin də borcundur ki, o kişini bəsləyəsən, saxlayasan, onun alnından öpəsən. Ona da dəyər verəsən. Görürsən, hamısı bir-birindən bağlıdır. Həm qadın, həm kişi. Haqları qorusalar, nə gözəl bir ailədir. Nümunəvi, ibrətamiz. Hamısı nə zaman belə baş verir? Niyə belə olur? Nə zaman belə olacaq? Əgər Allahın dinindən möhkəm yapışsalar. Allahın dinini öyrənsələr, hamısı elm üzərindədir. Öyrənsələr inşallah ki, bu ailə haqları qoruyacaq. Allahdan qorxsalar, haqları qoruyacaqlar.